Salam mənim kanalımın seyirciləri. Bayram ərəfəsidir, yeni il, həmrəylik günü. Əgər sən ürəyin istəyən işlə məşğul deyilsənsə, sevdiyin hobbini işə çevirməmsənsə, əlbəttə ki, iş sənə bir məhdudiyyət kimi gələcək. Yəni 8 saat, 10 saat, 11 saat işdə olursan və ola bilsin ki, çox böyük ehtimal ki, bu səni sevmədiyin bir işdir, çörək pulu xətrinə. Və bu zəmində bayramlar həmən o məhbəsin qapısını açmaq kimi. Çox adam çalışır ki, dopamin fıskırır, xoşbəxtlik hormonu. 3 gün, 4 gün evdik, dərs xoş, kefdir, nəyi var içək. Bax, bayram ərəfəsində hər dəfə deyirəm, evə üştiyərək gedək, Astarya, Xaçmaza, Qubiya, Akstafiya, Bakıdan güllə kimi bu 3 gün bizə mükafat kimi verilib. Bəli, bu 3 gün bizə mükafat kimi verilib 4 gün. Amma o Quranda da var ki, həddən artıq şadlanma, həddən artıq kədərlənmə. Və həmişə ən çox sevdiyim Mark Avreli deyir ki, mən o qədər axmaq deyiləm ki, həyat mənə mükafatlar verəndə həddən artıq özümü itirim, həddən artıq şadyanalıq eləyim. Yəni, əgər bu templə, bu əhval-ruhiyyələ ki, əla 3 gün, 5 gün evdəyik, urra, kef eləyək, bu 3 gün, 4 gün qutaranda sizə çox çətin olacaq, məyus olacaqsınız. Digər tərəfdən dərk eləyəcəksiniz ki, yenidən ürəyiniz istəməyən mühitə qayıtdınız. Bu səbəbdən də həddən artıq o Rus demişkən v meru ölçüsündə eləyin bayramı da, şadyanalığı da. Sonradan sizə psixoloji çətin olmasın. Yenidən iş mühitinə qaydanda, necə ki, məzuniyyətdən qayıtmış kimi. Yəni, deməzdim ki, adi gün kimi. Burada adi gün kimi keçirməməyə cəmi bir səbəb var ki, Yaradan bizə bir ildə möhlət verdi, sağ-salamat gəldik, çıxdıq dekabrın 31-nə. Qalan tay həddən artıq iqtisadi açıb başını buraxmaq, il-ildən bütün dünya üzrə iqtisadi çətin gəlir resurslara görə, bədxərclik eləmək. Yəni, mən tövsiyə eləmirəm. Mümkün qədər ölçüsündə həm emosional, həm də iqtisadi baxımdan yaxşı-yaxşı yeni illərə çıxasınız inşallah, ruzili bərəkətli. Bu qədər.